ölkəmizin ən böyük biznes tədbirlərindən biri olan artıq 10-cu il dönümünü qeyd etdiyimiz Milli Marketinq Forumuna toplaşmışıq. Bu prosesi də tanıtmaq, təbliğ etmək bizim hər birimizin, həm dövlət qurumları, ictimai təsisatlar, media tərəfdaşları və marketinq mütəxəssislərinin üzərinə düşür. Qürur hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi də təşkilati dəstək verən qurumlar sırasındadır. Cəmiyyətimizdə nə qədər daha geniş məlumat verilsə, insanlarımız bir o qədər rahat həmin prosesə hazır olacaqlar və orada həmin ərazilərin reinteqrasiyası daha sürətlə və daha müvəffəqiyyətlə baş verəcək. Bugünkü böyük qayıdış panelində xüsusilə bu məcburi köçkünlərin yerlərinə qayıtmasının gətirdiyi müəyyən psixoloji çətinliklər, psixoemosional məsələlər, sosial həyata təsiri ilə əlaqəli müzakirələr oldu və bu müzakirələrlə də biz fikirlərimizi bildirib və bir nəticədə bir ortaq fikrə gəldik və bu rəylərlə əsasında da düşünürəm ki, insanlar ona görə tədbirlər görmək, özəl şirkətlərin özünə yönlənməsinə də bir təşviq, bir töhfə vermiş olduq. Bundan sonra görüləcək işlər, qarşıda duran vəzifələr, yeni çağırışlar, eyni zamanda ora köçən insanların istər məişət zəminində məsələlərinin həlli, istər emosional psixoloji istiqamətlərdə görülən işlər müzakirə olundu.